Niyə salam uşaqlar? Bugün sizə bir günümü göstərəcəm universitetdə. Burada Asimanla görüşürəm və yerdə universitetə gedirik. Sonra gördüyünüz kimi korpusumuz, Semaşka korpusu. Evet, mekana giriş yapıldı. Burada sizə kombinimizi göstəririk. Araya Tofiq girir. Sonra kombinimizə yeni bir adam daxil olur. Nəcibə daxil olur. Burada mən nəsə haqqında yenə danışıram, nəsə şey eləyirəm. Sonra burada Asimanı qaldırmağa çalışırıq. Çünki Asiman çox balacadır. Düşünürük ki, biz onu qaldıra bilərik. Ağıram. Yok. Şahsiyetin evet, karakteri. Evet. Bu neydi? Yani iyi değil, biri değil. Sonra burada dərsə giririk. Birinci dərsimiz xilyak dərsi idi. Burada Aysu xanımı görürsünüz. TikToker Aysu. Sonra biz aptizə hazırlaşdığımız üçün dərslərimiz çox çətinləşib. Burada mən dərsə cavab verirəm. Oxuyuram, yazıram, pozuram, çizirəm. Bəli, gördüyünüz kimi çox diqqətli. Sonra bu qız qiymət aldı. Bu qız 10 aldı. Sonra dərsimiz qutarır. Yenə gördüyünüz kimi canım qrup yoldaşlarıma gedirəm və ara yerdə unutmuram, öz kanalımı da açıram. Özümə abunə oluram. Sonra Nəcibə burada aşk yaşayır özündən. Sonra qrup yoldaşımız Tofiq açıb YouTube shortlara baxır. Yəni bilmirəm niyə eləyir. Sonra açır, biz ac olduğumuz üçün açır bizə göstərir ki, alın daha da acın, ölün acınızdan. Sonrası dərsimiz başlayır. Dərsimiz mikroiqtisadiyyat idi, mühazirə idi. Burada müəllim dərsi izah eləyir. Mən burada bəzi qeydlər aparmaya çalışıram, dərsi anlamaya çalışıram. Sonra görürəm ki, anlamıram dərsi. Yəni çox düşüncə ilə düşünürəm, görürəm ki, yox, alınmır. Yəni görürəm ki, o deyil. Sonra baxıram, görürəm ki, qrup yoldaşlar məndən 5 bir də kinoya baxılır. Sonra isə dərsdən çıxırıq, gedirik Asimana video çəkməyə. Sonra da Şəbnəm burada pişik görür. Özü bir pişik sevdası olduğu üçün pişik bezri şəklini çəkir və günümüz isə burada bitir. Sağ olun, salamat qalın.